Binəqədi polisi də öz adını yazıb. Söhbət oğurluqda şübhəli bilinən 2 şəxsin həbsindən gedir. Qazax rayon sakini Əmirxanov Emin Elxanoğlu tanışı Neftçilər rayon sakini Qiyas Baloğlanovla birgə Bakının müxtəlif rayonlarında mənzillərdən oğurluq ediblər. Binəqədi rayon polis idarəsinin əməkdaşları vətəndaşların şikayəti əsasında hər iki şəxsi müəyyən edilərək saxlayıb. Saxlanılan Qiyas Baloğlanov Eminlə ilk oğurluğunu paytaxtın Qaraçuxur qəsəbəsi ərazisində törətdiyini bildirib. Emil orada müdürün evi remont eləyirdi. Mən də orada müdürün sexində işləyirdim. Belə tanış olduq. Bir ilə yaxın olaraq birbirimizi tanıyırıq. İlk səfər Qaraçuxurda 2 evə girmişik, 4 telefon çıxarmışıq. Tanışlar növbəti əməlini Binəqədi rayonu Rəsuzadə qəsəbəsi ərazisindəki evlərdən birində həyata keçiriblər. Həmin evdən onların qazancı 2 telefon və 1 planşet olub. Amma bu işdə qeyri-peşəkarlıqları onların qısa zaman ərzində polisin əlinə keçməsi ilə nəticələnib. Onun 4'ü planşet satmışıq Neftçilərdə. Telefonlar qaytarmışıq zərər çəkənə. Planşetin vasitəsindən tutulmuşuq. Planşet şəxsiyyət vəsiqəsindən satılmışdı. Onlar da tutdular bizə. Əməllərindən peşman olan tanışlar indi qanun qarşısında cavab verməli olacaqlar. Çünki hər iki şəxs barəsində artıq Binəqədi rayon polis idarəsində cinayət işi başlanılıb.